ölüm şeydi. Ve Allah Hazreti biraz konuşağın üstüne biraz yani selaşağın üstüne tabii öz yardımımızdan hiç çıkan değil ki. Tamam yoksa özü bir yani siyolmak üzere ait bizim şeyimizde, erkekte yüreğimizde. Geçelim birinci suala. Sonra nece görsen yani her mamcaların ölüm gün gelende o adı gelende yani ne hissettirir sana? Vallahi biz Çərçüşdə, biz Türkmen olaraq, yəni Çərçüş xalqı çox bir yəni boşluq tərk etdi bu adam. Allah əfv etsin özü. Məmcəlal hər vaxt Çərçüyü yığışdırmışdı. Hər vaxt deyərdi, yəni bir baqat varid, bir çapqa, yəni qula. Dəstəgül. Hə, dəstəgül. Aynı ona görə, yəni biz bunu eşidəndə istirahət edərik nəfsiyyən. Çünki bilirdik bu adam təfriqəsiz demezdi. Kürt, Arap, Türkmen, Mesih hepimizi yığıştırmıştı. Hepsi insanların adaletten şeyini vermişti. Yani makanatın yerini ve gördük yani işleri, çok işleri yaptı Çərçükçü. İndiyə qədər gözükür. Her gün bu vaxtdaki deyər Allah affetsin öztəki bir adam daha dönmez Irak'ı kıyadet etsin. Yani Reis Cumhuriyası'nın Irak'çı. Tabii. Allah affetsin. Allah affetsin. Denağın Sitnahideye soru sorağın Sitnahide'den. Sitnahide her mamcaların adı gelende ne temeyiz eder mamcalardan bu bir siyasilerin ara yerinde. Çediyağın 2003'ten. Tamam. Mamcalar Allah affetsin Irak'ı tevhid etti. Bir kere birleştirdi özünü. Bəli. Tefrika koymadı ortada. Selam getirdi memlekete. Eman getirdi. Güzel şeyler yaptı milletsin. Hasıtan Türkmen çok şeyler etti. Beşer Xalq için evler yaptı. Türkmenlere maaş verdi. O fətrə belə özü hükümdeydi. Fark etmezdi ben sagir ve kabir diyağın. Kürt, Arap, Türkmen hiçbirisine hepsine bir gözden bakırdı. Çok mütevazıydı. O her daimen, her liqata, her içtimaatta daimen gene bir növ fikaha koyaydı. İçtimaa bir güzel şey gülmek koyaydı. فدائما اجتماعات bu şekilde daha necahat getiriyor teşennüşten nikaşat haddeydin diyağın. فممجلن yeri daimen görkürü yok bes diyağın Kerkükçü, Türkmençi, bütün Irak'ta sammamil amaniydi Irak'ta. Bəli. Bakma bir takririmiz var. İndi geçeğin takririmize, Tamam. siyağın takririmize sonra dönağın bir de misafıra. Tamam. Mamcalal, Irak'ın güvenliğini sağlamak için çalışan adam. Ülkenin en zor zamanında milli anlaşmayı sağlamak için tüm çabayla çalışan Kürt siyasetçi Mamcalal. Irak'ın birçok zorluklarını o zamanlar sırtında taşımıştı ve çözümünü bulmak üzere gecesini gündüzüne katmıştı. Mamcalal sadece bir Kürt lideri değildi, ancak bir milli lider olarak tanılıyordu ve bu şekilde tüm Irak milletini temsil eden bir başkan oldu. Irak halkı Başkan Celal Talabani değil, kendisini Mamcelal olarak adını söylemeyi tercih ediyordu. 2003 senesinde Irak rejiminin düşmesi ardından 2005 senesinde ise Irak'ın ilk cumhurbaşkanı seçilmesi sonrası Irak Anayasası'nda tüm etniklerin haklarını savunacak fakaraları koymak için büyük rolü olmuştur. Mamcelal her hitabında ülkede yaşayan Arap, Kürt, Türkmen, Kilt, Aşuri ve farklı etniklerin hak ve hukukunu bir gözle ayırmaz olarak dile getirip savunuyordu. Mamcelal tüm dünya liderlerinden farklılığıyla tanınan bir şahsiyetti. Sempatik davranışları, güler yüzü ve tüm sorunlara çözüm bulabilecek kapasitedeydi. Özellikle farklı etniklerin yaşadığı Kerkük kentinde Mamcelal büyük hassas konulara çözüm arayışlarını bulabilecek kişiydi ve bu yüzden tüm taraflar hakim davranışları ve çözümleri için kendisine yöneliyordu. O zamanlar Irak güvenliğinin sağlamasında sembol lider olarak tanınıyordu. Demokrasi ve anlaşma diline inancı olan Mamcelal her zaman bu çerçevede tüm siyasi taraflarla anlaşmalar sağlıyordu.
Sağlık durumunun kötüleşmesiyle bir süre hasta kalan Mam Celal ne yazık ki hayatını kaybetti ve ardından güzel anılarını bırakarak bu durum sevenleri tarafından üzüntü kaynağı oldu. Ancak Kürdistan Yurtseverler Birliği her zaman lider, Mam Celal'in çizmiş olduğu yol haritası üzerinde çalışıp aynı siyaset şeklinde yürülmektedir. Ve bu da KYB'nin rahmetli Mam Celal ardından başarı kaydetmesi kaynağı olmuştur. Gördüğümüz gibi takrire Mam Celal çok mücadele etti Çerçuk halkı için ve bilahas Türkmen için, Arap için tefrika yok idi yanda. Çok hizmet etti de. Çok hizmet etti, çok yani diğer emek verdi Çerçuk milletine hasatan. Sizce Mam Celal gidenden sonra, özünden sonra aynen Mam Celal'ın diğer bu şeyin kavziyan vardı geldi siyasi. Vallahi mən yani bunca zamandır ki, Allah affetsin geçilenden sonra indiyə kadar görmədim öz tərkibi Reis Cumhuriye bir anlaşan yani milletten çərçükdə dönsün. Həz edirəm də, yəni biz də mən nə edirik bir dənə özünün mənhəcində, şeyində, üslubunda, yəni qiyadəsində özü mələlin birinci Kürt başkanıydı şeyde Irak'ta 2003'ten sonra. Evet. Bes tamam yani gösterdiği yerini, kıyadesini tamam yani şimaldan cunuba kadar millet diyer Allah affetsin özün. Neyse çünkü düz işledi. Hivardan indiye kadar teşennücetten millet Çerçük milletinden o Irak'ta kamil yani kullanmadı siyasetin. Hivardan, tayiş silmiden, hoş dilden, gülmekten, şakaydan yani her şeyi yerine parardı ve görerdik da çok partiler yani bir hilaf olanda Mam Celal özü hallederdi özünü. Allah affetsin yani çok şeyleri Bağdat'ta olanda yani biz gördük yani siz de gördünüz, millet de gördü. Çok şeyleri özü yani başarırdı. Hüskütlükten yani hoşluktan koymazdı yani ayrı kimseler bilsin özünü. Ara yerlerinde hallederdiler, yetirerdiler bir güzel bir halle yani partilerden. İnşallah yani görürük hepsi bu kıyadiler özdəki öz mənhəclərini, öz məmcələrin mənhəcini tutarlar Irak'ın idaratında. Göbəskərçin. Snahide yani ne için indiye kadar yani Türkmen milleti yoksa Kürt de olsun, Arap da olsun indiye kadar yani memzelali seviyorlar. Ne için yani bu bana? Çünkü çok hizmet etti yani millete. Yani بدون تحيز diyesem bu Türkmen o Kürt o Arap'tı. Hepsini bir gözle baktı. Çok işler yaptı Türkmenci, Arapçı, Kürtçü de yaptı. Özü Reis Cumhuriyeden ayrı reis hizbiydi. Reis hizbiyetiydi özü. Daima bir nikaşat haddi olsaydı riyaselerde, o 3 riyaselerde özü güzel şey ederdi özlerini yani tefahümle, güzel hakikattan koyardılar hadi olsalar. بدون teşennüc, nikaşların başarardılar, içtimaların başarardılar. Şimdi onun nehcine kediyağın özü reis hizbiydi. Oğlu giripti, Pavel Talabani giripti. Taban aynen şeyin babasının siyasetin istemel edire. O da çok bir şey getiripti yani necahat getiripti. Mam Celal birdi ki olmaz daha hayatta. Özü aman getirdi Irak'a. Bilirsiniz o vakit ki böyle çok teşennücat var idi. Yeni nizamdı, yeni nizamdı, çok irab var idi, çok katil var idi. Bu bunun siyaseti koydu alem biraz atılsın, bilsin yani thakafe nerede, bilsin demokratiye nerede, hürriye nerede. Bunları hepsini anlatırdı millete. ست نظام مرجعية ديال مام جلال'a صمام الأمان. Bunun sırrı nerede bu hacatım? Vallahi doğru sözü fehlen sammamil emaniydi. Dediğim təki bu yani Mam Celal Allah affetsin her vakit teşennütsüz, taassupsuz yani federali diyen nece diyarıq işini yeritti, kıyadeyden, akıldan, hikmetten yeritmezdi özünü. Yani ben bir Kürdüm burada gelmişim hüküm edirəm. Yani biz sadece Kürdler çişliyim ya ayrı başka yani hepsine bir gözle baktığına diğerler özüne sammam eman dediğim tərcdə yani özü Bağdat'ta çok şeyleri yani başarardı. İndi də Cədiriyədə bir böyük rəsmi qoyublar və
Kərbələdə, yəni mən hər vaxt görürəm, bəs desəm özlərinə biz çərçükdənıq deyər, Allah əff etsin Məmə Cələli. Yəni tamam Məmə Cəlal yəni adı bizi hər yerdə başımız üstə O bir nedir yani bir şeydi yani Ha, merceğe tamam. bir yani başkan yoksa bir siyasi şahsiyet yani vasf edilen böyle güzel yani vasıf çünkü o yani yani tedahül etmez ya siyasetten ama Məmə Cəlal nişi böyle ihtiyar etti yani vasf ettiğim tamamen معه. Biz deyirəm ki, Sammam Əmən, yəni biz hər vaxt deyəndə Sammamül Əmən, yəni özü edə bilir, yəni şey etmişdi İraqı əmənə, yəni bir şey biz ondan özü xəstə düşmədən əvvəl baxdıq bəzi təşənnücətlər vardı. Yəni özü başarardı özlərini. Ondan sonra gördünüz, yəni terörist, bu məşakil orada Daesh malı gəldi, bu şeylər oldu. Biz ondan dolayı yəni deyərdilər o adam Sammamül Əmən idi İraqçı. Yəni bəzi şeyləri edərdi. Kimsə edə bilməz özünü indi onu yapsın. Yapan olsaydılar özünü yetirməzdik 2014-dən 2016-da gördünüz yəni Çərçükdə nələr oldu. Biz tifdə məsələsi oldu, bəzi şeylər oldu. Məmə Cəlal Allah əff etsin qassaydı mən deyirəm bunlar olmazdı. Snahide yani diller Məmə Cəlal yani vefatından sonra bir büyük yani faraq yani bir oldu. Böyük faraq qoydu əsasında. Sen necə Məmə görsən Cəlal. bunu? Bilfəal çox bir böyük faraq gördü. Məmə Cəlal çox bir siyasi bir insan idi. Təamülü çox yani واضح idi, hikməydən idi. فدائما دوري مهم idi وجوده يعني şeydə رئاسədə, Kərkükdə, Bağdadda, hatta دوليا özü Məmə Cəlal معروف idi بالذكاء. Çox yani zekiydi, demokratiydi, müthəqqafiydi. Ondan ayrı Məmə Cəlal Kərkük xalqıdır. Bir liqata çıxıb deyir, min Kərkükim. Məmə Cəlal Kərkük xalqıdır. Və bütün Kərkük xalqları o nəhcə gediblər ki, Məmə Cəlal yeri içində, elhamdülillah və şükür. Əgər Türkman, əgər Ərəbindən, əgər Kürdündən. Bəli. Bizcə Məmə Cəlalın bir xas yeri vardı. Tamam yoxsa yox. Onun yeri necə əks etdi siyasətdə? Deyəğin Çərçük millətinə. Anlamadım. Məmə Cəlalın bir xas yeri vardı. Bizim deyəğin Çərçük milləti yanında. O necə əks etdi siyasətdə? Yəni qoydu Çərçük milləti bir olsun. Yəni əgər Türkmandan olsa, əgər Kürdündən olsun. Kərkük millətin birləşdirdi. Ədəm təfriqədən yəni bir gözdən baxdı hepsine. Hepsini yani daimen ihtimam vermişti müctema medeniye. Yani yok idi özünün vaxtında deyəğin o desin Kürdəm, Ərəbəm, Türkmanam. Yəni hətta bunu bir gözlə görürdü. O vaxt yox idi. Bunu necə qoydu əks olsun? Siyasət şeyində. Biz siyasi idi. Nahidə xan Məmə Cəlal vaxtında yəni Çərçük 2003-dən sonra gəldi. Birinci şey başladı yerləri döndərməyə. Məsələn, Türkman yerlərin, Kürd yerlərin, yəni bəzi ərəb yerlərin hepsini aynı gözlə baxdı döndərdi özləri. Təvidat verdi, köyləri döndərdi yerinə. Biz bunları bilirik, yəni görürdükdə necə işlirdi Çərçük xalqı. Sonra 7000-6000 ailə, Türkman ailəsi müstəfid idi. Məmə Cəlal münhə verərdi özlərinə, bir makrama verərdi. Ay avail bu parayla yaşardı. Necə riaya verirlər, belə bir riaya təki bir ratib vermişdi. Bəli. Yəni bu qoydu, yəni Çərçükdə yəni təfriqə olmasın, millət desin, evet bizim bu Məmə Cəlal Allah əff etsin, həbsinə bir gözlə baxır, həbsinə bir şey edir, daha məşakil olmazdı. O makrama belə verdi millətə özünü, özü ratibi idi deyəğin Rəisə Cumhuriyyədən. Almadı öz şəxsi için verdi millətə özün. Bu mavqifdir, bu yani güzel mavqif. İndi də bəzi Türkmanlar var yani onu sorarlar deyirlər o bəs idi, o əzmədən çıxartdı bizi 2003'dən sonra əzməməliyi oldu çox şeydə deyəğin məmləkətdə. Və Məmə Cəlal bunu verəndə özlərinə çox xoşlarına gəlirdi, çox şeylərin imkaniyələri iyi oldu, yerlərinə döndülər yani. İşte belə Məmə Cəlal nə etdi o vaxtda? Münazamata ihtimam verdi. Arvadlara ihtimam verdi. Uşağa ihtimam verdi. Yığdı hapsi münazamat müctema medenini. Deyəğin ayda 2 kere giderler mukabeləsinə. Bir mukabeləsindən də mən də getdim. Oğlum Türkman asbabı girmişti. Uşağıydı. Yani özde ömürlüdü. İnan çögənin verdi himayəyə əgildi, uşağı kanı öptü. Yani çok mütevazı idi. Küçükten küçük idi, böyükten böyük idi. Akıldan akıl idi. Hikmeyden çabalardı.
bəli, ست Nahide indi yeni cil yani Nizal afı. Yeni cil ne yani ne mesela istesen alışsınlar mamcaların nehcine. Vallahi biz indi buradan yani direkt bu yeni gençlere, yeni kalanlara, kulliyelerde, mekteplərdə, Hatta yeni siyasetler yani. Siyasiler de hepsi. Məmzələrin şeyini yersilər, yerdiği yerdə mənhəcə. var, mənhəcinə, yəni öz siyasətinə çox nəcəhət gətirirlər. Var da içlərində, yəni biz görürük Çərçükdə, yəni bəzi şeylər var. Yəni Kak reportaj məsələn, maşallah yəni baxıram, həbsin təfriqasız hər yerdə işləri, Aynı mədrəsədə, aynı mənhəcdə yeri. Aynı Keşke məktəbindən. təmənni edirik, həbsi aynı bu mənhəcdə yerislər, təfriqasız, deməksiz o ayrı mantıqa. Bizim istəməsə Çərçükdə mantıqa var, ərəbdir, kürdür, türkmandır, məsihidir. Həbsinə aynı gözdə baxsılar, həbsi gənclərə aynı baxsılar. İndi bu 7000 dərəcə vəzifə var, həbsinə aynı şeydə təyin etsilər. Yəni təfriqasız inşallah ədalət olsa orada. Çərçük əvvəlkindən iyi dönər. İnşallah məmzələrin nəhcinə də yeriyən nəcəhət gətirir. Biz deyərik Çərçük küçük İraqdır. Biz nanca baxsaq gənclərə, gəncdən başlasaq, onca gözəl olur məmləkətimiz. Təmənni edirik də, yəni gəncə başqa bir gözdən baxsılar. Biz nə etirik gəncə? Tamam, həbsi aynıdır, insan, küçük, böyük, bəs gənc müstəqbəlimizdir. Gənc Çərçükün müstəqbəlidir. Nanca gəncə ehtimam olunsa, yer verilsə, səslərini eşitsə, onca başarılı olurlar işlərində. İnşallah deyərək. Nahide Mamcelal yani nece ihtimam verdi yani diğerin arvat, öz mekanet, nece dam etti özün. Sen nece görsen bela? والله طبعا مامجلان سياساته أرواد قنشر تخ احترامليده دائما يعني ديار ده أولا أرواد صاروا شاق مثلا دياغن بلار أولا اهتمام ويراغن çünkü بلار أرواد يعني نزل مدرسة مكتبته أرواد مكتبته ده ona ihtimam verse أجيال ده يتخر شغلار da يتخلر مستقبل ده مضمون ولا Tabii. Bir gün görürük yani eşitliğin içinde yani çok bir yani kıyadimiz var arvat. Yani indiye kadar o da yani bu menhaj yani kalıp indi de yani görürük yani güzel menhaj. Yerde çok mecal verin Arvad'a da çünkü Arvad remzi selamdı. Sarahaten yani nikaşlara girse وخاصة أرواد مناقشة يقدر سلشر سودان بدون تشنج بدون تعصب بهدوء على إيش كان بس أدم دائما متشنج والله فدائما ديار أرواد دائما ها فدائما ديار أرواد ده فضل مجال verin hatta نزدير سفينة يرسن. Tabii. Siz Türkmen olarak Mamcalal'ı diyelim biz Türkmen gözüyle Mamcalal'ı nece gördünüz? Vallahi bir mütefahim insan, adaletli. Türkmen biz demek indi Mamcalal iki reis cumhuriyeti şeydi ama her diyelim bir kavmiyenin bir nazarası vardı o şeye. Sen Türkmen olarak nece gördün Mamcalal'ı? Biz dediğim təki Məmzələl bir insan idi, tikrar olmaz İraqın tarixində. Bəs inşallah başqa gənclər öz nəhcinə yersilər dedik. Mütəfahim idi, mütəassib döyüldü deyərək. Hər vaxt yəni bir şey olsaydı xoşluqdan həll edərdi özünü. Yəni Allah əfv etsin özünü. Yəni görmədik indiyə qədər bir təfriqə özündən bir yani bir təşənnüc hivaratda yani sələşməkdə bir müşkil olanda təşənnücdən almazdı özünü. Çox hüdudluqdan alardı. Allah əfv etsin özünü. İyi adam idi. Tabii. ست Nahide senin görüşün necədir? Vallahi çok bir faraq koydu diyağın xastan Kərkükdə. Haz edirik hapı siyasiler onu bir misal ettiler İmam Celal'e ki Kərkük'e hapsın tevhid etti koydu özün şiddet verir. Yani hapsı mukavvinetten adını da koydu özü dedi. Kərkük şiddet verir. Yani bunda ne kazıydı şiddet? Yani güller Türkmen, Arap, Kürt, Kild, Aşur, hapsı yani tefrika yok idi yanında bunları hepin bir gözden görüyoruz. görüyoruz. Bir nezediyer bir sindane koyarıq. Hapsı gülleri yığarıq. Bu mukavvinat, قوميات حبسني توحيدية برابر yaşamak بدون تفرقة بدون تعصب حزي derdi selamla emanla حزي derdi memleket daha öge geçsin bas işte daha ömür Bəli. yol vermez. Mamcalal'ın bu şəxsiyyəsi
yani nece koydu özün meyyez olsun ki bütün alem ihtiram yedir özün bütün alem inde ama özü gitti ve inde ha bakasın bir şey olanda ki siyasete şeyde diğerler mamcalar böyle etti. Yani indi kadar her sirası kalıptı. Nece koydu yani. Bir mercek siyasi yani işimin. Ha. Özü Münadil dediyimiz idi. də ki, eyliği, bəşər daimən eyliği, dil şirinliği, biz deyərik türkmanca dil şirinliği, bəs yəni eyliğə qalı. Hər vaxt insanın eyliği, yəni əl yeri göz ki, bir yerdə, yəni indi cənabız bu bərnaməci məsələn Fatma xanla ustad, yəni hər vaxt dini əgər ki nəyi başarsağız özünü, qassağız, işləsağız, aynı yəni təfriqasız, hər vaxt dilini bu bərnaməc, günaydın bərnaməci ən xoş bərnaməcidir. Hər insan, birisi mənəm indi 2007-dən mən Çərkişdə işləyirəm. Mən özümü deyəməm, hər vaxt yəni eyliğə qanşar gedərik, təfriqasız işlərik. Çərkük istəsəv, istəməsəv, nə Kürt ərəbsiz edə bilir, nə ərəb türkmansız edə bilir, nə Məsihli kilit əşur, o bir qardaşlarımız. Və hər vaxt biz deyərik, beraber yaşamağımız Bəli. bizə gözəl bir yer verir, gözəl bir sümət verir, gözəl əsər tayyib deyərlər qalı bizim üçün. Bəli. Budur. Bəli. اثناء هذا عينا يعني اثناء نضال اللي شمال يعني كركوك مصيري برد يعني Tamam. يعني جراكم يعني كشور ده عرب ده Türkmen de Mesihli de yani Hapımız verir. Bir yaşam. Hapımız bir səfinədəyik. Əgər əl-ələ versək, o səfinə qərq olmaz. Tabii. Və daima qoyma qayət olağın bu məhəbbəyə, bu oxuvaya, qardaşlığa, aramızda daha inşallah daha günlər gözəl görürük. Xasatan indi deyəğin mühafız onun nəhcini alıbdı. Onun bir tələbəsidir deyəğin məncələn. Onun şeyindən çıxıbdı, hizbindən çıxıbdı. Və aynən onun minhəcinə gedirir. Təfriqəsiz, hər yerə baxır, bəs məcəl yoxdur. Kimsə məcəl vermir. Bəzi cihət var, istir bəs şey etsin, yəni məşakil etsin. Niş qoymurlar yaşayağın. Madəm biz hepimiz millət razıyıq, işlədiyinə razıyıq, yəni hər şey verməyinə, Kərkükçü, biz razıyıq özündən. Qoy bu da bir şey misal olsun. Baxaq məcəl verək, bir dənə oturanda məcəl verək özünə. Baxaq nələr yapar bizim üçün. Yor əsən müharibələr başlasın. Biraz bəşər düşünsə, burada millət var. Hilək oldu. Yəni biz 2003-dən məmcələrdən sonra biraz sıraata girdik. Çox da girdik sıraata. Və biraz məcəl versələr siyasilər bir-birlərinə. Bir şey gördülər, silbidir. Getsən doğrulu özün. Bəkləmə deyəsən. Vallahi ha bax, buranı etməyib, bura olmayıb. Yox sən aynən Kərkük xalqsın. Get özü başar özünə. İndi mən bir şey görürəm, qələtdir, yaddan çıxıb, olmayıb hələ. Mən gedərəm edərəm özünə. Əgər mən edə bilirsəm, o şeyi edim. Mən gedərəm yaparam özün. Haraçı, kimi içində aynı millətçində. Yox, aciz olmam. Silbi bir video çıxartmam. Bir şey etməm, nəqd etməm. Yox, gedərəm yaparam özün. Yapanda özün, mən o zaman iyi insan görkürəm. Bəs nəqd etsəm, yox, sən xarab insansan. Bekle, hatta proje geldi o tarafa, oranı yapar, oranı doğrular. Sırası. Tamam. Necə görürsünüz mamcalarla dedi tamamıyla əmandır özü. Tamam yoksa ki bu zurufta bizde siyasi zurufu, əmni zurufu ki özü tamamıyla əmin çıxdı. Koydu bu ahir risale olsun çünkü vaktimiz bir kez. Tabii. Ha, çok yeri faraq verdi bizə. Məmcələrin getməyi çox bir faraq vasa idi. Şeydə deyəğin Kərkükdə, yox bəs Kərkükdə. Bütün Irak'ta. Tabii. Axır demağınız nədir ki mamcaların vəfatı gündür? Mən deyirəm Allah əfv etsin özünə. İnşallah bəzi siyasiler var, onun şeyinə yerirlər, mənhəcinə yerirlər, şeyini, üslubunu şey edərlər, yerirlər, ittiba edərlər. Xasatan Kərkükdən. Biz desək, istəsək, istəməsək Kərkük, heç birimiz ayrı yaşaya bilmərik. Qoysalar bizi, biz Kərkük xalqı özümüz qararat alağın Kərkükdə. Yox, tədəxül etsilər, əcindət, yazdan bir dənə tədəxül etsin bizə. İnşallah Allah yəni necə deyər, təkrar oğlu biz demərik, həz etmirik də məmcələr. Burada Allah əfv etsin, bitdi. Öz tək inşallah gəlir. Hə, bəzi birinci qalı istəsək, istəməsək. Çünki hətta düsturun yazmağında özü müşarək etdi məmcələr. Düstur İraqini özü qoydu biz bilək bunu. İnşallah yəni bu gələnlər də yəni aynı öz nəhcinə yerirlər, işlərlər Kərkükçü, ondan güzel bir yerlərə yetirirlər. İnşallah. Allah əfv etsin inşallah məmcələri, məkanı cənnətdir inşallah.
Məmcələnin evi var. Madem əsasında qiyadiler koydu, hizb koydu, evi var. Ve bütün isteyenler mesela geçsiler o evine pişman dönmezler. Tabii. Ağzınıza sağlık. Memnun gelmağınız için. Sağ olasınız. Siz de sağ olun. Evet sevgili izleyiciler, Türkmen bölümü buraya kadarıydı. Bitti. Şimdi bir kısa ara verelim size. Sonra tekrardan sizi unanık Arapça bölümüyle.